ويطاف عليهم بآنية من فضة وأكواب كانت قوارير من فضة قدروها تقديرا ويسقون فيها كأسا كان مزاجها زنجبيلا صدق الله العلي العظيم وصدق وبلغ رسوله النبي الأمين ونحن على ذلك من الشاهدين والشاكرين والحمد لله رب العالمين اللهم صل وسلم وصل وبارك على رسول الله وعلى آله الأطهار على رسول الله وآله الأطهار جمال محمد صلى الله Cəmal-i Kəmal-i Muhammedə salavat eşilir. Peyğəmbər alıb, Peyğəmbərə salavat çəkirik. Məriz və mərizələrimiz, dərdi bilinən, bilinməyən xəstələrimizin acil şifa tapmalarına salavat çəkirik. Din uğrunda, vətən uğrunda, başda Kərbəla şəhidləri, Seyyid-i Şühəda, İmam Hüseyin əleyhissalam yarı ənsarı əshabı olmaqla Qarabağımızın azadlığı uğrunda canlarını fəda vermiş şəhidlərimiz, istər 1-ci Qarabağ müharibəsi dönəmində, istər 2016 aprel döyüşləri, Tovuz hadisələri, hərb tarixində şanlı zəfərimiz, 44 günlük zəfərimizdə və son sentyabr lokal antiterror nəticəsində və bildiyimiz kimi dünənləri də 3 şəhidimiz olub, onları da yad edək, ruhlarını salavatla yad edək. Ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunun təcilinə, bizlərin o həzrətin zuhurunda dəyərli, layiqli iştirakçı olmamızdan ötürü səlavası gedək. أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم بل الإنسان على نفسه بصيرة صدق الله العلي العظيم. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm böyüklərimə, əzizlərimə, səsimi eşidən hər kəsə və canlı vasitəsilə istər ölkə hüdudunda, istər ölkə hüdudundan kənar bizi izləyən hər kəsə. Allahdan diləyək bu rəhmət, bərəkət, məğfirətlə dolu olan müqəddəs və mübarək Ramazan ayında tutduğumuz orucları, etdiyimiz duaları, qıldığımız namazları, qəlbimizin dərinliyində olan hacət və mətləbləri bizdən qəbul eləsin. Amin.
və bu gecələrin savab və fəzilətindən, nazil olan bütün xeyirlərindən bəhrələnməyi, faydalanmağı hər birimizə nəsib eləsin. Bəli, möhtərəm cəmaatımız, əziz möminlər, Allahımıza bir daha həmdlər, sənalar olsun ki, boynumuza minnət qoyaraq ömrümüzə bir gecə də özümüzü bağışlatma möhləti, özümüzü bağışlatma fürsəti verdi. Bəlkə də bu gecə bizim son şansımızdır. Bəlkə də bu gecə bizim Rəbbimiz tərəfindən özümüzü bağışlatmağa verilən son möhlətdir. Bu gecəni möhlət gecəsi, fürsət gecəsi bilək. Təsəvvür elə, əgər deyilsəydi ki, sənin bu gecə son gecəndür, nə edərdin? Rəbbimizlə necə münacat edərdin? Özü bağışlatmaq üçün necə çaba göstərərdin? Bu gecəni elə bir gecə təsəvvür elə. Təsəvvür elə ki, həqiqətdə də belə ola bilər, nə məlum? Bu gecə kimdəsə işim, sözüm yox, özümədir sözüm. Və kəfa billahi şəhida. Allahımı şahid tuturam ki, mən bilmirəm, nəzərimdə tutadığım, danışmağı nəzərimdə tutduğum kəlamları deyib bitirib özüm çıxacam, ya bitirməmiş canım çıxacaq, siz məni çıxaracaqsınız. Ölmə bu qədər əqidəm, bu qədər etiqadım var. Ona görə bu gecə özümüzü bağışlatmağa çalışaq və münacat edək. Birinci Qədir gecəsində olanlar bilir, biz istiğfar, dua, münacatla tanışdıq. İkinci gecə möminlərin əmiri, müttəqilərin mövlası, ilk imamımız, imamlar atası, Peyğəmbər Salavatullahla eyni nurdan xəlq olan Ali ibn Əbi Talib ağamızın zərbətlənməsi və şəhadəti barəsində söz açdıq, danışdıq. Bugün isə ümumilikdə öz səhvlərimizi başa düşərək, özümüzü bağışladaraq insanları da düz yola dəvət etmək, insanları da pislikdən çəkindirmək, özümüz üçün yox, xalq üçün, millət üçün, cəmiyyət üçün fayda verəcək bir insan kimi formalaşmağımız istiqamətində söz açacağam. Amma ondan öncə bir şeyi ümid dolusuyla söyləyim ki, buracan gəlib çıxmısansa əsla və əsla bu fikirdə, düşüncədə olma ki, görən Allah məni bağışlayar yoxsa yox. Nə bada Allah haqqında bu sui təfahüm, sui təfəkkür, pis düşüncə yaransın. Əgər Allah səni götürüb bura gətiribsə, səni bağışlatmaq üçün, sənin günahları bağışlamaq üçün bura gətirib. Bunu bilirsinizmi niyə əminliklə söyləyirəm? Bu 39 yaşıma qədər o Allahı ki mən tanıyıram, o Allaha ki Allah olaraq etiqadım var, mən bilirəm onun barəsində fikrim, düşüncəm, qənaətim budur ki, böyük insanlar məqama çatan kimi heç vaxtı intiqama meyilli olmur. O cılız və aciz insanlarındır ki, məqam şərait düşür, əlinə fürsət düşən kimi intiqam alsın. Böyük insanlar bağışlamağa və mərhəmətə, rəhm etməyə üstünlük verir. Çünki Allahın adı da Rəhmandır. Əgər sən günahları başa düşüb, səhvləri dərk eləyib, günahları tərk edərək Allahın huzuruna gəlmisənsə, Allah heç vaxtı qüdrət sahibidir deyə qüdrətindən sui-istifadə edib səni alçaltmaz, səni cəzalandırmaz, səni təqdir və təşviq edər ki, nə gözəl, nə xoş gəlmisən, mən elə sənin yolu gözləyirdim, niyə gec gəlmisən?
Bunlar bir sözlərdir ki, Allahın Allahlığına əqidəsi olan, onun əzəmət və qüdrətini dərk edən insan belə bir Allahının olduğuna görə yalnız şükür etməlidir. Yalnız təşəkkür etməlidir ki, Allah, çox şükür ki, sənin kimi Allahım var. Nə yaxşı ki, elə mən sənin qulun, bəndün, sən də mənim yaradanım, xaliqim, mənim Allahımsan. Allah bizi buracan gətiribsə, bizi bağışlamaq üçün gətirib. Heç olarmı ki, sən bir insan olaraq evə birini qonaq çağırasan, sonra qapından qovasan? Yəni, böyük düşüncəli insanlar bu addımı atmaz heç vaxtı. Hətta sənin evində xoşa gəlməz bir hərəkət də, məsələn, nöqsanlı hərəkət də keçərsən ki, evimdə qonaqdır, yaxşı deyil. Eyb yox, qonaqlıq bitsin, mən sonra deyərəm fikrimi, sözümü, ifadəmi. Amma heç vaxtı böyük insanlar öz evindəki qonağı qapısından qovmaz. Əgər bir insan, sən, mən, aciz, xətakar, günahkar bir insan bu addımı, bu düşüncəni irəli sürürsə, yerin göyün yaradanı olan, büsbütün kainatın sahibi olan Allah onun qapısına üzrxahlıqla, peşmançılıqla, səhvini başa düşüb, boynunu büküb, ağlaya-ağlaya onun qapısına gələni heç qapısından qovarmı? Əsla qovmaz, əsla qovmaz. Ona görə mən bunu ümid dolu sizlərə müjdə verərək söyləyirəm ki, əsla Allahın barəsində naumid olmayaq. Buracan gəlibsənsə, əmin ol ki, Allah səni bağışlatmaq üçün gətirib. Elə bağışlananlardansan, bura qədər qədəm götürüb Allah evinə gecənin bu vaxtı gəlmisən. Allah Teala Quran-ı Kərimdə Qiyamət surəsinin 14-cü ayəsində buyurur: "Bəlil insanu ala nəfsihi basirə." İnsanı özü tanıdığı kimi heç kim tanıya bilməz. Heç doğma atası, anası, bacısı, qardaşı, 40 ilin dostu da tanımaya bilər. Çünki elə bir nüanslar var, elə bir nöqtələr var ki, sən onu hər kəsdən gizlədirsən. O sənlə Allah arasındadır. Özünlə qəbrə qədər Allahın arasında aparırsan. Allah Teala ona görə buyurur ki, Bəlil insanu ala nəfsihi basirə. İnsanı özü tanıdığı kimi heç kim onu olduğu kimi tanıya bilməz. Yəni, məni özüm tanıdığım kimi heç vaxtı siz məni tanıya bilməzsiniz. Səni özün tanıdığın kimi burada olanların heç biri səni tanıya bilməz. Amma Allah Teala bilirsinizmi nə buyurur? Ana aqrabu ileykum min hablil varid. Mən sizə sizin şah damarınızdan da yaxınam. İnnallaha ya'lemu ma tukhfus sudur. Qəlbinizdən keçən, fikrinizdən keçən hər bir şeydən deyir, mən xəbərdaram. Ola bilər bizlərdən uzaq. Bəzən görsən elə insan bir-birinə baxır, gülə-gülə bir söz deyir, amma qəlbindən qanlar axır. Elə gülə-gülə sözlər deyir, ha? Tərəf inana bilər. Onun zahiri davranış və ifadələrinə allana bilər. Amma onun əsl qəlbindən keçənləri Allah və özü bilir. Allah Teala da istəyir insanı ayılda. Deyir ki, mənim bəndəm. Deyir ki, mənim bəndəm. Biləsən, mən o varlığam ki, sənin qəlbindən keçən, fikrindən keçənləri mən bilirəm. Ona görə mənimlə dürüst ol. Mənimlə düz, sədaqətli, tam dürüst yola davam elə. Və bu gecədə biz səhvlərimizi götürərək, xəta nöqsanlarımızı başa düşərək, anlayaraq Allah evinə gəlmişik və Allahın qapısına gəlmişik. Münacatlarda var, buyurur ki, ey mənim Allahım, əntə tərhəmü mən ləm yətəzərrə iləyik. Allah,
sən o varlıqsan ki, sənə yalvarmayanı bağışlayırsan. Mən indi gecənin bu vaxtı, yuxunun şirin vaxtı, işdən, bütün günü işləmişəm, yorğun, arğın, mən gəlmişəm sənin qapıva, əl açıram, kövrələrək, ağlayaraq, yalvararaq səndən istəyirəm, məni bağışla. Məni bağışlamazsanmı? Axı mən bilirəm sən o varlıqsan ki, sənə yalvarmayanı bağışlayırsan. İndi mən sənə yalvarsam, məni bağışlamazsan. Yəni dərindən düşünəndə doğrudan da insan Allahın rəhmətinə güvənsə, Allah onu bağışlayar. Mən bir məsəl çəkəcəm, bugün sizi çox yormaq istəmirəm. İstəyirəm bu gecə ilə biraz dualar, təvəssül oxuyaq, digər dualar. Allahla öz dilində danış. Lazım deyil hansısa duanı götürüb oxuyasan. Öz dilin Allaha ən doğma dildir. Öz ana dilin, öz qəlbin səsində. Yəni danışığın necədir? Elə danış. Yəni özü vadar eləmə, məcbur eləmə hansısa bədii cümlələr qurasan, elmi fikirlər, sözlər, ifadələr səsləndirəsən. Yəni danışdığın şəkildə Allahla danış, Allahla söhbət elə. Təsəvvür elə ki, bu gecə bir gecədir ki, sənə möhlət verilib ki, bu gecə özü bağışlat. Özü bağışlat. Necə əldən diz vurarsan, əl götürərsən, qəlbin köksündən gələn sözləri söyləyərsən. Yəni, bir anlıq istəyirəm o halda olaq və o halla Allahın huzuruna gedək. Allah bu gecənin hörmətinə, bu ayın şəhidi Əmirül Müminin Əli ibn Əbi Talib ağanın hörmətinə, övladı olmayanlara, övlad intizarında, həsrətində, xüsusilə gecə-gündüz övlad həsrəti ilə alışıb, yanıb və ayrılma, boşanma astanasında olan o cütlüklərə, ailələrə Allah bu gecələrin, bu ayın hörmətinə oğul qız fərq eləməz, ikisi də Allahın payıdır, hədiyyəsidir. Gözəl pay verməklə onları sevindirsin inşallah. Allah övladlarımızı, üzr istəyirəm ifadəmə görə, atam yaşında olan böyüklərdən, səsimi eşidən anam yaşında olan analarımdan, Allah övladlarımızı daima başımıza tac, gözümüzə nur, hər zaman baxıb fərəh hissi keçirək, qürur hissi keçirək və daima Allahın razı qaldığı bəndələrindən olsunlar inşallah. Mən bunu ona görə qeyd edirəm ki, bir uşağın bəzən atasına olan güvən, etibarı, inamı qədər bizim bir çoxlarımızın yaradanımız olan Allahımıza o güvən, etibarımız yoxdur. Deyə bilərsiniz, bu söz nə sözdür axı? Yəni, necə uşağın atasına olan güvən etibarı, bəndənin Allaha güvən etibarı. Yəqin ki, evində o körpəsi olanlar, o 3, 4, bir 10 yaşa qədər də o körpələr görürsən, indi öz dillərində o şirniyyata abur-cubur deyirlər, indi bizdə o balaca var, onun dili ilə deyirəm. Görürsən, o atıya güvəndiyindən deyir, bunu mənə al. O öz fikrində, o balaca yaşında, düşüncəsi ilə elə bilir ki, atam hər şey eləyə bilər. Atam mənim sözümə yox deməz. Yəni, o nə qədər güvənir və bütün istədiklərini öz atasından istəyir. Amma gəlin görək biz Allahımıza bir övladın, bir uşağın atıya inamı qədər inandığım, dediyimi ki, Allahım hər şeyə qadirdir. O Allah ki, yeri, göyü, kəhkəşan, fələk, bu asiman, ay, günəş, sistem, galaktika, bildiyimiz, bilmədiyimiz hər nəyi yaradan Allah ki, hər şeyə qadirdir. Mən bir şey istəyəndə ilk olaraq Allahın əzəmət və qüdrətinə daldalandım mı, arxalandım mı? Amma bir işimiz çətinə düşəndə Allahdan qabaq dostu fikirləşdim. Mənim işimi o həll edər deyə ona zəng vurdum. Heç Allah o an yadıma düşmür, ha?
birinci fikirləşirəm bu işdə o mənə kömək eləyə bilər. Zəng vurursan, telefonuna zəng çatmır. Zəng çatır, advoy verir. Üzürlü səbəbdən, adam işi də ola bilər, götür. Amma Allah istəyir, səni Allahı unudub, ona üz tutduğunla baş-başa qoysun. Elə onu sənin sınağın eləsin. Bəzən açır, danışa bilmirəm, ölkədə döyürəm və s. Bir sözlə, o birincidən keçdin ikinciyə, ilk üçlükdə yer alan, işi həll edən dostdaşına var da. Üçündən də ümidin üzlərindən sonra yenə Allaha dönürsən. Yenə süzlə-süzlə Allaha dönürsən. Yenə sonda elə səni şu Allah həll eləyir. Amma Allah istəyir, deyək ki, bəndəm, kaş elə əvvəldən elə mənə gəliydin. Kaş elə əvvəldən mənə güvəniydin. Mən bu gecə istəyirəm, bəndə ilə Allahın o rabitəsində bir yardımcı olum ki, biz Allahla ünsiyyətimizi düzgün quraq, yaradanımızı düzgün tanıyaq. Bu bəlalar ki, bizim başımıza gəlir, dünya bu dəqiqə çalxalanır. 3-cü Dünya müharibəsinə doğru istiqamətdir, nədir, sözüm onda yox. Amma dünyanın çalxalandığını biz görürük. Xüsusilə Yaxın Orta Şərq, Asiya ölkələrində, xüsusilə elə müsəlman ölkələrində bu qətliamların, bu baş verməsi, törənməsi, inanın, bunların hamısının başında biz insanların elə günahları dayanır. Eşidibsiz, mən bir neçə il bundan öncə səhv etməsəm elə Qədir gecələrinin birində ya cümə xütbələrində, söhbətlərində bu danışdığımı danışmışdım. Da sözü çəkdi deyə qeyd edirəm. Həzrət Süleyman Peyğəmbərin dövründə yazırlar, bir il quruluq idi, yağış yağmırdı. Təbii ki, yağış yağmayanda ölkə iqtisadiyyatı kənd təsərrüfatı ilə inkişafdadır. Əgər su olmasa və kənd təsərrüfatının inkişafı olmasa, ölkə iqtisadiyyatı təbii ki, hamı gün kimi bilir vəziyyətlə yerdə olar. Quruluq olduğundan insanlar gəlirlər Həzrət Süleyman Peyğəmbərin yanına ki, ya Süleyman, sən Allahla bizim aramızda rabitəçisən, vasitəçisən, Peyğəmbərsən. Bir çıxaq səhraya, namaz qılaq, dua eləyək. Allah bir yağış yağdırsın, bu quruluq, bahalıq, qıtlıq başalıb gedir. Ölkə iqtisadiyyatı məhvə doğru gedir, iflasa doğru gedir. Əl-qissə, əl-qərəz cəmaatın çox təkidi ilə Həzrət Süleyman Peyğəmbər bəlli bir səhrada namaz qılması üçün toplumla hərəkət edir. Şəriət kitablarında, xüsusilə ali fiqhi kitablarda Ər-Rövzətül Bəhiyyə, Həqaiqül İslam, Hədaiq əsərlərində Əl-Urvətül Vüsqa, orada Səlatul İstisqa, yağışın yağması üçün, əgər yağış yağmazsa, müsəllaya çıxıb 2 rəkət namaz qılarlar, xüsusi qaydası var. Orada çıxarkən başmaqları qumla doldurub boyundan asmaq, paltarı, əbanı tərsinə geyinmək, bunlar bilirsinizmi simvolik olaraq nəyi rəmzidir, nəyi izah edir? Yəni Allah, mənim bir əməlim yoxdur deyən bu əməlimə görə, amma mənim bax görkəmmə, mənim bu vəziyyətimə, durumma, sözümü eşit. Yəqin ki, rastlaşmısınız, mən də qarşılaşmışam həyatda. Allah bizi heç vaxtı fəqirliklə, yoxsulluqla, imtihana, sınağa çəkməsin. Allah heç bir ailə başçısını, ailəsi, balaları yanında başı aşağı eləməsin. Allah heç bir mərdi namərdə möhtac eləməsin. Görürsən, bəzən düzdür, o yolçulardan adətkərdə olanlar da var, peşə özünə eləyənlər də var, bunları çıxaq. Amma bəzən eləsinə heç içindən nəsə infaq etmək, sədəqə vermək, ehsan etmək gəlməsə də, onun zahiri görkəminə baxırsan, üst başına baxırsan, ürəyin ağrıyır, çıxarıb nəsə verirsən.
Yəni onun görkəmi bəzən vadar eləyir sənin onu nəyisə etmənə. Və burada da sən Allahın huzuruna bu şəkildə gedirsən ki, Allahım, bax mənim bir əməlim yoxdur. Əlimdə bir əməl yox ki, əməlin sahibi deyirəm ki, deyəm buna görə mənim istəyimi ver, hacətimi rəva et. Amma bax ki, aciz, çarəsiz, qüdrətsiz, imkansız bir halda sənin huzuruna gəlirəm. Həzrət Süleyman Peyğəmbər birlikdə izdihamla gəlir, bir yerə çatır, görür ki, bir qarışqa Allaha münacat edir. Həzrət Süleyman Peyğəmbər yeraltı, yerüstü sərvətlərə sahib idi. Allah ona bütün heyvanların dilində danışmağı, başa düşməyi, anlamağı vermişdi. Küləyi onun ixtiyarında vermişdi. İstədiyi bir yerdə külək istənilən bir anda bir yerdə ola bilərdi və onunla belə nəfsi ona qələbə salmasın deyə üzüyünün qaşına bir söz yazdırmışdı, bir cümlə yazdırmışdı. Əl-izzətü lillah. Hərdən adam görsən evdə bir maşınına baxır, işinə baxır, işçilərə baxır, dükana baxır. Bir sözlə sahibləndiyin nəyəsə baxanda biraz mənim deyə mənəmlik gəlir də. Məsələn, görsən az qala maşını onun üstünə sürürsən. Adam da yol, məsələn, sudur. Sən ona yol vermək əvəzinə görsən elə su, elə biraz da qaza basırsan, üstünə suda, çirkli suda tökülür, eləyir. Bir sözlə, insan tüğyan edən varlıqdır. Nəfs insana qalib olsa, əqlə qalib olsa, insan tüğyan edər. Necə ki, Firon bir həddə gəlib çatmışdı ki, deyirdi, Ənə Rabbukumul Əla. Mən sizin ən böyük Allahuzam. Yəni, bəşər bir yerə gəlib çatır ki, artıq Allahlıq iddiasında olur. Həzrəti Süleyman Peyğəmbər də üzüyün qaşına yazdırmışdı ki, Əl-izzətü lillah. Baxanda hərdən qəsrdə ki, bunların sahibi sənsən, səltənət sahibisən, qüdrət, padişah, sultan, dərhal üzüyün qaşına baxardı ki, Əl-izzətü lillah, ya Süleyman, bu mülk, bu izzət, bu qüdrət Allaha məxsusdur, sənə məxsusdur. Onunla aramlıq və toxtaqlıq tapırdı ki, yəni bu sahibləndikləri özünün yox, kimindir? Allahındır. Ona görə Həzrət Süleyman Peyğəmbər deyir, cəmaatla gedəndə görür bir qarışqa Allahla danışır. Allaha münacat qulaq asır, cəmaata deyir ki, qaydın geri. Cəmaat deyir, niyə? Buyurur ki, du'i suqikum bi du'a'i qeyrikum. Allah yağışı yağdıracaq, mümbit şərait yaradacaq, amma sizin yox. Bir qarışqanın bir Allaha dediyi sözə görə, münacata görə, cəmaat deyir ki, ya Süleyman, qarışqa Allaha nə deyir ki, biz qaydaq? Nə dedi ki, Allah onun sözünə görə yağışı yağdıracaq? Deyir, qarışqa Allaha səslənir, Rəbbənə, la tuaxizna bi zunubi bəni Adəm. Ay bizim Allahımız, bizi sən necə xəlq eləmisən, yaratmısan, biz öz məsirimizlə, yolumuzla gedirik. Sənə günah eləmirik. Bu bəni Adəmin günahına görə bizi niyə susuz qoymusan? Onlar günah eləyir, yağışı yağdırmırsan, biz də əziyyət çəkirik. Onlara görə bizə niyə əziyyət verirsən? Axı biz ki, sənə günah eləməmişik. Bəşərin günahına görə digər canlılar da əziyyət çəkər. Rəbbənə, la tuaxizna bi zunubi bəni Adəm. Allah, bəni Adəmin günahına görə bizi cəzalandırma, bizi susuz qoyma. Allah yağışı yağdırır. Odur ki, möhtərəm cəmaatımız, əziz insanlar, Allahla ünsiyyətimizi, irtibatımızı düzgün quraq. Bizim gözəl Allahımız var, mərhəmətli Allahımız var. Atadan, anadan şəfqətli, məhəbbətli Allahımız var. Çalışağın
naümid olmayaq. Ümidlə Allah qapısına gedək və bir neçə kəlmə deyib, inşallah sonda bu gecə qərara gəldim. Sonda elə hamımızın dilindən imamlar anası, Peyğəmbər Salavatullahın gözünün ağı qarası, dünya və axirət xanımlarının xanımı, seyyidəsi Fatimi Zəhra Salamullahi əleyhaya təvəssül eləyək. Bilirsinizmi niyə xanımı seçim elədim? Çünki ana çox mehribandır. Ana çox mehribandır. Görərsən, oğlun atıya sözü olanda da birbaşa atıya deyə bilmir. Anaya bir sir gəlir, ananın vasitəsilə sözün atıya deyər. Bütün imamlarımız çətinə düşəndə, dara düşəndə xanım Zəhra Salamullahi əleyhanın adını çəkiblər, onu səsləyiblər, ona iltimas ediblər. Və bu gecədə qəlbimizi götürək, bir neçə dəqiqəlik xanım Zəhra Salamullahi əleyhanın qapısına gedərək, ana qapısına gedərək biz qəlbimizi ona açaq və ondan öncə necə bir halda gedəcəyimiz barəsində bir neçə kəlmə deyim və sonra inşallah ki, elə öz axarı ilə sizlərlə o gözəl diqqət və ehtiramımızla davam edərik. Biz bugün gəlmişik və etiraf edirik ki, Allah bizim düşüncəmiz, əqidəmiz budur ki, qiyamət günü bir gündür ki, o gündə qardaş qardaşından qaçar. Ata oğlundan, oğul atasından qaçar. Hərə öz başının hayında küyündə olar. Heç kim heç kimə kömək imdad eləməz. Bunun bariz nümunəsi deyə bilərsən ki, axı qardaş da qardaşın qoyub qaçar, ata da oğlun qoyub qaçar, bəli, qaçar. Bəli, qaçar. Zəlzələ qiyamətin kiçik səhnəsidir. Zəlzələ vaxtı ev əhli, körpə uşağı evdə qoyub qaçıb, yataqda ata-ana çarpayda qalıb pəncərədən özünü atıb. Mən 98-ci ildə, 2002-ci il o bir neçə il ki arda o güclü zəlzələlər oldu. Mən bunun hal şahidi olmuşam. Ona görə, bəli, qiyamət səhnəsi bir səhnədir ki, orada qardaş qardaşından qaçar. Allah Teala buyurur ki, يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِنَفْسٍ شَيْئًا وَالْأَمْرُ يَوْمَئِذٍ لِلَّهِ O gün bir gündür ki, hökm Allahındır. Allah nəyə hökm eləsə, o olacaq. Və biz də gəlmişik, Allahım, əsəlükəl əmanə, yevmə yəfirrul mər'u min əxihi və ummihi və əbihi və sahibətihi və bənih. Allah o gün ki, insan öz qardaşından, öz atasından, öz anasından, öz ailəsindən, öz balalarından ki, başının hayında küyündə olub qaçacaq, Allah o günü dərk eləyərək, o günü başa düşərək, mən gəlmişəm. Mövlaya ya Mövlaya, əntəl Mövla və ənəl əbd. Ay mənim Allahım, sən ağasan, mən bəndiyəm, qulam. Həl yərhəmul əbdə illəl Mövla. Məyər bəndiyə Allahdan başqa, Allahdan savayı kim rəhm edə bilər? Mövlaya ya Mövlaya, əntəl aziz və ənəz zəlil. Həl yərhəmuz zəlilə illəl aziz. Allahım, sən izzət sahibisən, qüdrət sahibisən. Mən isə günahlarımla özümü müqəssir bildiyimdən zəlil və çarəsiz haldayam. Allahım, məyər çarəsizə izzət sahibindən başqa, izzət sahibindən savayı kim rəhm edə bilər? Ona görə biz acizanə Allah qapısındayıq
İnşallah bir neçə kəlmə də Allahın izni ilə xanım Zəhra salamullahi əleyhanın bu müsibətli, qəmli, qüssəli anına işarət edim. Davamını da əziz qardaşım, Əhl-i-Beyt məddahı Kərbəlayı Sadıq qardaşım davam edər. Bəli, möhtərəm cəmaatımız, xanım Zəhra salamullahi əleyhanın o çətin anları idi. Bu işıqlardan da biraz söndürsüz Kərbəlayı. Xanım Zəhra salamullahi əleyhanın o anları idi ki, artıq atası Rəsulullahdan sonra özünü tənha hiss eləyirdi. Anası Xədicə salamullahi əleyha dünyasını dəyişmişdi. Atası Rəsulullahdan sonra tək qalardı. İmam Həsənlə İmam Hüseynin əlindən tutardı, gedərdi Mədinədə Beytül Əhsan deyiləsi qəmlər, qüssələr, kədərlər evi, orada oturub tək tənha ağlayardı. Çünki ağlayanda bəzən gəlib şikayət eləyirdilər ki, ya Əli Zəhraya de, ya gecə ağlasın, ya gündüz ağlasın. Evində belə atasına rahat şəkildə əza saxlaya bilmirdi. Atasını, anasını əlindən verən, dünyasını dəyişənlər məni bağışlasın. Amma doğrudan da ata-ana elə bir mənəvi nemətdir ki, insan onları itirəndən sonra onların dərdin, onun qədrin, fərqinə varır, qədrin bilir. Yazırlar, xanım Zəhra salamullahi əleyha əyləşmişdi. Mövla Əmirül Möminin Əli əleyhissalam gəlir, bir-birinə çox şirin müraciət edərmişlər. İnanın, ailədə səmimiyyət, məhəbbət, bir-birinə olan münasibət, bir-birinə elə ifadədən başlayır. İmam Əli əleyhissalam əmqızı Zəhracan deyərdi, xanım Zəhra salamullahi əleyha da əmoğlu Əlican deyərdi. Elə müraciətdən başlayır səmimiyyət, müraciətdən başlayır ailə dəyərləri. Çalışın, xüsusilə o cavan qardaşlarımadır, səsimi eşidən cavan bacılarımadır sözüm. İnanın, ömür çox qısadır. Keçən il bizimlə bir arada olub, gələn il daha yaxşı ibadət edəcəm deyənlərin bəziləri bugün bizimlə bir arada deyil. Gələn il bəlkə biz də, bəlkə mən də heç sizinlə bir arada olmadım. Amma ömür çox sürətlə gedir. Ailədə bir-birinizə mehriban olun, can deyin, can eşidin. Dəyməz bu dünya malına görə, müvəqqəti rahatlığı təmin eləməyə görə ailədən ayrılasan, bir-biri acılayasan, bir-birinə xoşa gəlməyən sözlər, ifadələr söyləyəsən. Çalışın, mehriban olun. Ata-ana ailədə nə qədər mehriban olsa, övladlar da ailə məktəbi, institutu kimi atanı, ananı görüb həyata baxışları, fikirləri formalaşar. İmam Əli əleyhissalam əyləşib, xanım Zəhra salamullahi əleyha buyurur ki, əmoğlu Əlican, niyə qəmlisən, niyə qüssəlisən? Buyurur ki, əmqızı Zəhracan, mən bu gecə bir yuxu görmüşəm. O yuxu məni çox narahat eləyir. Xanım Zəhra salamullahi əleyha buyurur ki, əmoğlu Əlican, olar o yuxunu danışasan, mən onun yozumunu sənə izah edim, deyir, bəli. Buyurur əmqızı Zəhracan, mən aləmdə gördüm bir əlimdə şəm-i rövşən, yanar şam var, bir əlimdə də Qur'an. Bilmirəm, nədən külək əsdi, tufan oldu. Əlimdəki yanar şam söndü, xamuş oldu. Qur'an da vərəq-vərəq hərəsi bir yana səpələndi. Xanım bunu eşidəndə başladı ağlamağa. Burada əmqız Zəhracan, niyə ağlayırsan? Burada əmoğlu Əlican, o şam mənəm, sənin evində bir işığa bənzərəm, bir çırağa bənzərəm. Atam Rəsulullah buyurub ki, Əhl-i Beytimdən mənə ən tez qonaq sən olacaqsan. Mənim ən birinci qonağım sən olacaqsan. Əmoğlu Əlican, çox çəkməz,
mən dünyamı dəyişərəm, evin işığı sönər, evin çırağı sönər. Burada qız Zəhra can, bəs o Quran nə idi, vərəq oldu? Burada o məndən sonra Həsənim, Hüseynim, Gülsümüm, Zeynəbim, anasız qalan o balalarım olar, yetim balalarım. Hər gecə hərəsi evin bir küncünə, bir tininə, hərəsi bir yana səpələnər. Mövla Əmirül Müminin Əli əleyhissalam xanımdan bu sözləri eşidəndən sonra başladı ağlamağa. Buyurdu ki, əmoğlu Əlican, sən ağlama. Sənin Zəhron var, sənin Həsənin var, sənin Hüseynin var. İmam Həsənlə İmam Hüseynin əlindən tutdu. O pərvanə Şamın başına dolanan təki, burada əmoğlu Əlican, nə qədər əmin qızı Zəhra sağdı, qəm yemə, fikir eləmə. İmam Həsənlə İmam Hüseynin əlindən tutub gəldi Mədinədə Ənsar və Mühacirin qapılarını döydü. Dedi, gəlin imamımızdan beyət eləyin. Axı siz Qədir-Xumda dediniz, təbrik edirəm imamım, amma evdə indi xanənişindir. Deyir, gəldi bunları deyəndən sonra, buradayım qız Zəhracan, niyə bu qədər qəmlisən, qüssəlisən? Buyurdu ki, əmoğlu Əlican, atam dünyasını dəyişəndən sonra, atam Rəsulullah dünyasını dəyişəndən sonra bu Mədinənin xanımları məni dindirmir. Heç gəlib mənə baş sağlığı vermirlər. Görərsən, birinin atası, anası dünyasını dəyişəndə, atası, anası dünyasını dəyişəndə gələrlər ona təsəlli verərlər, baş sağlığı verərlər. Amma buyurur ki, əmoğlu Əlican, atam Rəsulullahdan sonra heç mənə təsəlli verməyə gələn olmadı. Təsəlliyə gəlmədilər bir yana, bu Mədinənin xanımları heç məni dindirmirlər, mənə salam vermirlər. Mövla Əli qəmli, qüssəli, məzlum Əli, dərdini divara, daşa, quyuya danışan Əli, dərdini söyləməyə, danışmağa adam tapmayan Əli, buyurdu ki, əmin qızı Zəhracan, sən buna görə ağlayırsan ki, səni dindirmirlər, sənə salam vermirlər. Mən ki, bu Mədinəliyəm, mən bunlara salam verirəm, heç salamımın cavabını almırlar. Gör, nə qədər çətin olub, nə qədər ağamız Əli üçün ağır olub. Dövrün zamanın imamı salam verir, amma bəziləri imamın salamının cavabını almır. İmam Həsən əleyhissalam buyurur ki, bir gün anam dua eləyirdi, mən amin deyirdim. Anam hər nə dua elədi, mən amin dedim. Amma deyir, bir yerə gəldi, çatdı, bir dua elədi, mən anamın duasına amin deyə bilmədim. Deyir, anamın o vaxtları idi, bir əli sinə, bir əli də duadır. O əhl-i işarələr bilir, o qapı, divar, qabırğa məsələsini. Deyir, anam belə dua elədi ki, Allahümmə əccil vəfati səri'a. Allah, daha dözənmirəm. Allah, daha yorulmuşam. Mənim ölümümü tezləşdir. O analarım daha gözəl bilər. O möminə bacılarım daha gözəl bilər. Görərsən, anaya nə müsibət baş versə, ana fədakardır da. Ata, ana təki fədakar ola bilməz. Ananın başına hər nə gəlsə, o körpə qundaq balası qucağında olanda deyər ki, balam, qurban olsun sənə. Anan qurban olsun sənə. Hər nə müsibət gəlsə, deyər ki, balam, sənə görə dözərəm, sənə görə səbr edərəm. Amma gör, o xanıma 18 yaşında nə qədər əziyyət olmuşdu, nə qədər zülümlər verilmişdi. İmam Həsən kimi, İmam Hüseyin kimi, Zeynəb-i Gülsüm kimi 4 bala bunları nəzərə almadan deyir, Allahümmə əccil vəfati səri'a. Allah, daha dözə bilmirəm, mənim ölümümü tezləşdir. İmam Həsən əleyhissalam deyir, mən anamın bu duasına amin deyə bilmədim. Amin deyə bilmədim. Amma o an idi ki, Fizzə deyir, xanım yatağındaydı, rəxti xabındaydı. İmam Əli əleyhissalam nə vaxtı evə gələrdi, qapını döyəndə özünə məxsus qapını döymə səsi var idi. Deyir, mən tələsik gedib qapını açmaq istəyəndə, deyərdi Fizzə, gəl kömək elə yataqdan qalxım. Deyir, çətinliklə yataqdan qalxardı,
bir əli sinədə, bir əli də divardan tuta-tuta, yapışa-yapışa gələrdi qapını Mövla Əliyə, Zəhra salamullah aleyha özü açardı. Mövla Əli deyərdi ki, əm qız Zəhracan, xəstəsən, naxoşsan, niyə belə eləyirsən? Deyərdi ki, əmoğlu Əlican, mən sənə layiqincə qulluq eləyə bilməmişəm. Cihadda, döyüşlərdə, savaşlarda olmusan, istəmişəm sənə qulluq eləyəm, amma ürəyim istəyən qədər qulluq eləməmişəm. Mən bilirəm qonağam, bilirəm tez gedərəm, amma istəyirəm son nəfəsimə qədər əmim oğlu Əlinin qulluğunda özüm dayanam, özüm duram. Fizzə salamullah aleyha deyir, o an idi ki, dedi ki, İstəyirəm əmim oğlu Əli ilə baş-başa qalam. Son sözlərimdir deyəm, qardaşıma təhvil verəm sözümü. Deyir, o an idi ki, xanım çətinlik çəkirdi. Deyir, Mövla Əli gəldi, dayandı. Mövla Əli, məzlum Əli xanım Zəhranın başı üzərində. Xanım buyurdu ki, əmoğlu Əhlican, sənə bir neçə vəsiyyətim var. O məşhur vəsiyyət ki, eşidibsöz. Qəssilni billeyl, dəffini billeyl, kəffini billeyl. Məni gecə ilə qusl elə, gecə ilə kəfən, gecə ilə dəfn. Amma biz bu cür görmüşük ki, adətən gecə dünyasını dəyişəni saxlayıb günüz dəfn eləyərlər. Amma xanım vəsiyyət eləyir, əmoğlu Əhlican, məni gecə ilə dəfn elə. Amma orada ürək yandıran, sızlayan bir neçə vəsiyyəti var. O vəsiyyətlərindən biri budur ki, əmoğlu Əlican, məni özün ağlayasan, mənə özün ağlayarsın. Çünki mənim nə qardaşım var, nə bacım. Mənim səndən başqa ağlayanım yoxdur. Əmoğlu Əli, mənə özün ağlayasan. Mövla Əli bu sözləri eşidəndə buyurur, əm qız Zəhracan, mən bu yaşımıycan, bu vaxtıycan kiməsə yalvarmamışam. Amma sənə yalvarıram, məni tək qoyub getmə girən. Məni tənha qoyub getmə girən. Mövla Əlinin o gözündən ki, o yaş ki yanağına axırdı, xanım o halda Mövla Əlinin o yanağından axan o yaşları, göz yaşlarını silir, sınıq qabırğasına basır. Mövla Əli buyurur ki, əmi qız Zəhracan, niyə belə eləyirsən? Buyurur ki, əmoğlu Əlican, mən atam Rəsulullahdan eşitmişəm, məzlumun göz yaşı bütün dərdlərin dərmanıdır. Sən də dövrün zamanın məzlumusan, əmoğlu Əli, haqqı qəsb eləyiblər, imaməti qəsb eləyiblər. Dövrün zamanın məzlumusan, əmoğlu Əli, və orada bir neçə vəsiyyət eləyir. Buyurur ki, vəsiyyətləri çoxdur. Mən sizi bugün çox yordum, haqqınızı halal edəsiniz. Buyurur ki, əmoğlu Əlican, məni dəfn edəndən sonra qəbrimin üstə çox yubanma günər. Elə ki, dəfn elədin, tez qayıd evə. Çünki mən də yox, sən də yox, o balalarım çox narahat. Ana can üstədir, amma balaları ilə uğraşır, balalarını tapşırır. Buyurur, məni ki, dəfn elədin, dəfn eləyəndən sonra əmoğlu Əlican, qəbrimin üstə çox yubanma, çox qalma, evə tez qayıt. Həsənim, Hüseynim, Zeynəbim gülsüz, mənsiz, sənsiz çox əziyyət çəkər. Və son bir vəsiyyəti də deyim, qardaşım davam eləsin. Buyurur ki, əmoğlu Əlican, mən gecələr analarım gözəl bilər, övlad sahibi olan bacılarım gözəl bilər. Atalar bunun fərqinə varmaz. O körpə uşaqlar gecə oyananda su istəyər, analar onlara su verər. Buyurur əmoğlu Əlican, gecələr nə vada balalarımı susuz qoyasan, yanlarına su qoy. Xüsusilə də Hüseynim oyananda çox su içər. Nə vada Hüseynimi susuz qoyasan, əmoğlu Əli, gecə balalarıma diqqət eləyəsən, onları susuz qoymayasan. Ya Allah. Ay 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 Şeyen Mola Abdillah'ın adı geldi.
İmam Hüseyin ağanın adıyla giriş eləyək rozəmizə. Ya Eba Abdullah Cəddübün məclisində Hüseyin heç fəsli xəzanda belə solmuş bədən olmaz. Heç fəsli xəzanda belə solmuş bədən olmaz. Baş yox. Baxın Mola Əlinin İmam Həsən ağa qəbrə qoyanda gözlərindən öpdü, yüzündən öpdü. Üzün qoydu Əmirəl-Mömininin üzünə. Amma İmam Hüseynçilər yazırlar, İmam Səccad İmam Hüseyni dəfn eləyəndə İstədi üzün qoysun imamın üzünə, gördü bədəndə baş yoxdur. Sen heç fəsli xəzanda belə solmuş bədən olmaz. Sen baş yox, iki əl yox, belə sən tək ölən olmaz. Uca de ya Hüseyin, ağam ağam. Ağanın adı bərəkət gətirər məclisə. Rozə yəni Kərbəla, rozə yəni İmam Hüseyin. Mən bu gecə xanım Zəhraya da işarə eləyəcəm. Əziz ağam da, əziz qardaşımız, ustadımız, alimimiz xanım Zəhraya 3-cü gecə nəzər elədilər. Mevlanın 2 gecə biz oxuduq imamın vəsiyyəti məsciddən gəlməyi. Bu gecə bir dənə qeyd eləyək, İmam Həsən ağa necə gətirir? Gecə imam vəsiyyətlərin elədi. Gördülər Allah, Mola Əli artıq yarası dayanmır qanı. Xanım Zeynəb deyir, gördüm atam üzün dolandırdı səmti Bəqiyə, Bəqiyə tərəf Zəhra saldı dildən məni yarəb, ürəyim çox sıxılıb. Fatimə harda qalıbsan, gələm oğlu yıxılıb. Yanaram sen ağam. Xanım Zeynəb deyir, gördüm sən Allah bütün fikrimi ver mənə, apar özvü Kərbəlaya, apar özvü Mevlanın o qəmgin evinə. Xanım Zeynəb deyir, gördüm atam üzün dolandırdı Bəqiyə. Hele hammımız el açdıq, üzümüzü dolandırdık Bəqiyə. Sən də, mən də hammımız. Gördülər xanım Zeynəb də fəryad elədi. Bax dedi, gəl anan, gəl ana, gəl Kufəyə, qəm gözlərimdən sam verir. Göz dağı qəmdə mənə bu gərdişi dövran verir. Ana, var başında bir dəri yarə, həm oğlun can verir. Dərdüvən çox ağladı. Nənə, axı atam səni qüsl kəfən elədi, atam səni qəbrə qoydu. Dərdüvən çox ağladı, sən də ona ağla ana. Rubə qiblə mən edim, gözlərini bağla ana. Yanaram sen, yanaram sen. İmam Həsən ağa çağırdı ammi qardaşım bacılarını, gəlin vida eləyin aparaq, atamızı dəfn eləyin. Gördülər xanım Zeynəb gəldi dayandı. Mola Əli gözlərin yumub başın qoydu acanın sinəsinə. Dedi, ata gedirsən, ata sənə bir iki dənə istəyim var, salamlarım var, yetirərsən. Gördü Zeynəb dedi, bir ömrü gözüm ağlayacaq. Gəl Hüseyin, atamızla vida eləyək. Gecə vaxtı yaparlar yaralı Mevlanı. Gəldi Zeynəb görüb o məzlum ölən Mevlanı. Atacan səndən istəklərim var, yetir salamımı ol Həbibi Yektaya. Peyğəmbərə salamlarımı yetir atacan. Denən nələr gəldi ya Resulallah səndən sonra Mevlaya. Bir dənə də salamım var, cavan öləm anama da salam denən. Sonra salam yetir cavan ölən
yetim kaldı Fatıma. Balaların yetim kaldı. Hareket verdiler cenazeye. Bir kelime de okuyam defni. Sonra hanım Zehra'ya nişan eleye. Hareket verdiler. Hanım Zeynep geldi. Vida elədi. İmam Həsən, İmam Hüseyin. 3-cü gecədir. Biraz olar ki yorsam əgər bağışlayarsınız. Hanım Zeynep göz qapıda. Atanı aparırlar qəbrə. Əgər məclisdə cavan atasını itirən olsa məni bağışlasınlar. Vəli-i Haq İmam Həsən ağa kirdigarə tapşırdı. Gətirdilər Mevlanı. Koyurlar torpağa. Vəli-i Haq İmam Həsən kirdigara tapşırdı. Hüseyin ilə apardı məzara tapşırdı. Koyublar Zeynəbi göz yaşlı boynu çiynində. Atasını iki qardaş məzara tapşırdı. Ya İmam Ali ağa başıva donanım. Gördülər İmam Həsən ağa düşdü qəbrə. Düşdü torpağa. Üzün koydu atasının üzüne. Dedi Allah bilirsən nə çətindir. Atamı qəbrə qoymaq. Əcəl dayandı cəbrə. İmam Həsən dilindən. Əcəl dayandı cəbrə. Göz yaşım döndü əbrə. Ata Allah bilir nə çəkirəm. Səni qoyuram qəbrə. Səni qoyuram qəbrə. Ayrılıq daşa bənzər. Ay ata-anasını cavan itirənlər. Olmuyor əgər sözüm kiminsə qəlbinə dəysə. Məni bağışlasınlar. Ayrılıq daşa bənzər. Daşdan da daşa bənzər. Atasız qalan balalar qanadsız quşa bənzər. Əziz qardaşlarım, əzizlərim, bu gözəl ayda o cavan atasını itirən balalar, şəhidlərimizin yadigarları, onlara da baş çəkim bilirəm cəgirsüz. Mevlanı qoydular qəbrə. Bilmirəm hansı taqətlə gəldilər evə. Gəlin gedək xanım Fatıma-i Zəhranın qapısına. Amma İmam Həsən, İmam Hüseyin ağa gəldilər evə. Gördülər xanım Zeynep belə yana yana ağlıyor. Həsən can, Hüseyin can, atamı qoyduz qəbrə. Yana yana ağlıyor. Axı yeri var ağlasın. Bu xanım cavan anasını əldən verib. Xanım Fatıma-i Zəhra kimi ananı əldən verib. Xanım Zeynep bir ağladı. İmam Həsən baxdı. Bacın nə xatirə düşdü yadıma belə yana yana ağladım. Deyir, baxdı qardaşına, baxdı Hüseynə, Həsənə. Dedi, Həsən, Hüseyin, yadınızda var nənəm Zəhradə gecənin aləmi. Atam onu gecənin aləmi qüslü kəbən elədi. Amma yadıma bir şey düşdü, məni yana yana ağladan budur. Nədir ağladan? Deyir, elə ki, atam anamı qüsl eləyəndə yadınızdadır İmam Əli. Axı belə dedi balalarla, Zeynəb ucadan ağlama, Həsən ucadan ağlama, Hüseyin ucadan ağlama. Amma ondan sonra birdən gördülər Mola Əlim özü yana yana hönkür hönkür ağladı. Başın qoydu soyur divara. Hanım Zeynep bir bildin yadıma ne düştü Hüseyin. Bir onda iki atam yana yana ağladı. Nenemin sinesinin yaresine gözü değdi. Ondan Mola bile dedi Fatıma mən gərək her derdimi senle böleydim bölmedim. Mən gərək qüslüm veren zat öleydim ölmedim. Ay yasa gelenler, ay Emir-el-Müminin ağanın şehadetine gelenler, o sınmış kalbimizle, o çövrə yüreğimizle, ağlar gözümüzle iltimas eleyenler de dua eleyəsiz. Ağlayan baştan ağlar, kibrikten, kaştan ağlar. Bu belədir,
Məni bağışlasın sözüm kimin qəlbinə dəysə. Anasını itirənlər, atasını itirənlər, görərsən o başdan ağlar. Yanaram sen, yanaram sen. Allahümme salli ala Muhammedin ve Ali Muhammed. Ağlar gözünden iki duaya amin diye ilahi. Bizleri bu gecenin feyzinden bir nasip eleme. Bizleri bağışlamamış qəbrevine aparma. Evladı olmayanlara bu gecenin şehidine hatır evlad nasip ele. İlahi. İmam-ı Zaman meclisi sahip özüdür. Bu meclisin sahibi İmam-ı Zaman'dır. Bizler taraftan Hüccet İbn Hasan ağamın kalbin şad ile. Aram aram hala sine vurma. İnşallah bir neçə dakika okuyaq. Sonra inşallah əməllərdə də münacat eləyərik. Zəhra geçmə dayan, sabrim oldu çalan, Heydər amara qaldı. Məndə yoxdur təvan, sensiz öləm inan, Heydər avara qaldı. Əzbər bilirsən ha, İmam-ı Əli'nin dilindəndir. Bu gecə Xanım Zəhranı Mevlana şərik olub yad eləyəcəksən. Ayrılıqda sinəsin dağlar Əli, ayrılıqda səsvə qurban sinəsin dağlar Əli, evdə sənsiz gecələr ağlar Əli, evdə sənsiz. Xanım Zəhranın qəbrinin kənarında olsun necə deyərsən? Ayrılıqda sinəsin bir də ayrılıqda maşallah sinəsin dağlar Əli, evdə sənsiz gecələr ağlar Əli, evdə sənsiz aram Zəhra getmə dayan, Zəhra getmə dayan, sensiz öləm inan, Heydər avara qaldı. Məndə yoxdur tavan, səbrim oldu tavan, Heydər avara qaldı. Ayrılıqda sinəsin dağlar Əli, ayrılıqda sinəsin dağlar Əli, evdə sənsiz gecə şunu mənə ver şunu evdə sənsiz gecə sinə gözəl. Ey vay bilməmişəm qulaq asın. Ey vay bilməmişəm, aşkın silməmişəm, bu göyərmiş yüzündən. Dərdün ol deyələn, tavkin öpdü Həsən, qana dönmüş gözündən. Gördüm ağlar, ürəyində alışır, gördüm ağlar, ürəyində alışır, xəlvətində ağır əldən danışır, xəlvətində ağır əldən. Ayrılıqdan, ayrılıqdan sinəsin hami hami ayrılıqdan maşallah sinəsin dağlar evdə sənsiz gecələr ağlar Əli, evdə sənsiz
sensiz hem nefesim dünya Ali sensiz hem nefesim dünyadır kafesim bir ölümdür nicatım nale eyleyürem ömrü neyleyürem bir sefadır hayatım ayrılıkta geceler ağlar Ali ayrılık sinesin dağlar Ali sinesin dağlar Ali evde sensiz geceler ağlar Ali evde sensiz geceler ağlar Ali eşhedü enne Aliyen veliyullah eşhedü enne Aliyen veliyullah gecenin sözü ya bu eşhedü enne Aliyen veliyullah 2 beytine vurup meclis tutacak mersiye kurtaracak inşallah Aliyen sonra zikirlerimiz olur bu gece bavde-i cuşa şese sağlardan gelip çekilip kavura göğe navleye yerlerden gelip her şihalada hami besbelendi derde gelip nece kavun ağlamasın şiye-i muster bu gece can Ali eşhedü enne Aliyen veliyullah eşhedü enne Aliyen veliyullah eşhedü enne Aliyen veliyullah Allahümme salli ala Muhammedin ve ali Muhammed İnşallah Qədir gecəsinin ki, 2 rükət qıldığımız namazı var. O namazı inşallah başlayacağız. Allah kabul etsin. Bu niyete salavat. بكتابك المنزل وما فيه وفيه اسمك الأكبر وأسماؤك الحسنى وما يخاف ويرجى أن تجعلني من أتقائك من النار. İnşallah nə hacətiniz var, Allahla öz aranızda, qəlbinizdə olan hacət və mətləbləri dilə gətirin. Xüsusilə iltimas-ı dua edənləri, müşkülləri olanlar, maddi, mənəvi sıxıntısı olanlar, övladı olmayan və ələl-xüsus biz burada rahat əyləşmişik, amma mənfur düşmənimiz, vandal ermənilərlə üzbəüz bizim igidlərimiz, ərənlərimiz, cəsurlarımız, o övladlarımız, qardaşlarımız, ordumuz, əskərlərimiz dayanıblar, onları da unutmayaq və gecənin əza sahibi olan dövrümüzün imamı İmam Zaman əleyhisselamı da yad edək. İnşallah Kur'anları başımız üzerine koyarak Allahümme bihakki hazel Kur'an ve bihakki men erseltehu bihi
وبحق كل مؤمن مدحته فيه وبحقك عليهم فلا أحد أعرف بحقك منك. İnşallah dualarımızı dilə gətirək və sonra Bikə ya Allah'ı davam edərik. اللهم صل على محمد وآل محمد. İlahi, özün istediğin ayda, özün istediğin gecede, özün istediğin saatte gelmişem kapıva. İlahi, olar ki dost kapısına giderem, eli boş qaydaram. Olar ki doğma kapısına giderem, eli boş qaydaram. Bəzən insanın en yakını doğması, balası, bəzən valideyn belə insandan bezar olar. Amma Allah gəlmişəm, bu gecə səndən məğfirət istəyirəm, bağışlanmaqlıq istəyirəm. Münacat eləyək, sonra inşallah zikirlərimizi oxuyarıq. Ya Allah, Ya Allah, tut əlimdən. Qulaq as, mən oxuyacam, sən münacatı qəlbində elə. Tut əlimdən, əlim boşdur, dünyada tənhayam. Sənə bir tək ürək xoşdur. İlahi, elə yorulmuşam, rəhm eylə, əff eylə. Bilirəm qərq isyanım, şərmimdən giryanım, əməlimdən peşimanım. İlahi, əgər məndən üz döndərsən, əlacım olmaz, pənahım olmaz. Əgər eyblərimi xalq içində, dost içində, ailə içində açılarsa, hamı məndən uzaq gəzər öz adıma. Amma Allah o qədər böyük xətalar, günahlar eləmişəm. Sən mənə səbr edirsən, yenə ruzimi verirsən, yenə dost tanış doğma yanında məni hörmətli edirsən, yenə hamı məni görəndə mənə salam verir, ehtiram edir. İlahi, bu gecə məni bağışla. İlahi, bu gecə xəstələrimizə şifa ver. İlahi, bu gecə bizlərə nəzər elə. İnşallah Kur'anlar başda qəlbimizi aparaq Allaha. İlahi, öz adından sənə yaxınlaşırıq. Nə qədər ehtiyacın var elə deyəcəksən inşallah. Bismillah. Bikə ya Allah. Mən deyəcəm, sonra deyəcəksən inşallah. Bikə ya Allah. Bikə ya Allah. Bikə ya Allah. Bikə ya Allah. Bikə ya Allah.
بك يا الله بك يا الله بك يا الله بك يا الله İlahi bu gecə məni bağışlamasın, hansı gecə bağışlanaram? Bu gecə məni nəzər eləməsin, hansı gecə nəzər eləyərsən ya Rabbəl aləmin? Ən gözəl ayda, özün istədiyin saatdə, özün istədiyin gecədə gəlmişəm. Ən çox istədiyin şəxsiyyətin adı ilə sənə yaxınlaşırıq İlahi. O qədər izzət verdin o Peyğəmbərimizə. İlahi bizləri Peyğəmbərin ziyarət-i şifaətindən binəsib eləmə. Bi Muhammedin بمحمد 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 اللهم صل على محمد İlahi özün Peyğəmbərimizə dəyər vermisən. Demisən ya Resulallah, ən gözəl əxlaq səndə, ən gözəl elm səndə, şam səndə. Sənin razılığım, qəzəbim ya Allah. Peyğəmbərimizi özündə çox sevirsən. O çox istədiyin Peyğəmbərə xatir ya Rabbel aləmin. Bu gecə hamının nə müşkülü var, nə çarəsizliyi var. Əlləri üzülüb, həkimlərdə olanlar, təbiblərdə olanlar, bu gecə xəstələrə şifa ver. İlahi, o problem ki böyük problemdir. Bugün ailələr düşüb müşkülə, övladı olmayanlara salih sağlam övlad nəsib elə. Bu gecənin şəhidinin adı ilə gedək Allah qapısına. İlahi, özün əmirəl müminini çox istəyirsən, özün onu çox sevirsən. Bi Aliyin 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 Bi Ali aleyhisselam. İlahi, bu gecə əmirəl müminin ağanın balaları yaman ağlar qaldılar. Xanım Zeynəb, Ümmü Gülsüm, İmam Həsən, İmam Hüseyin Həzrəti Əbəlfəzl ağa. İlahi, illərlə yataq xəstəsi olanlar, balaları baxırlar, valideynlərinə çarəsizdilər. Bütün xəstələr, bütün müşkildə olanlar. İlahi Mevla əmirəl müminin xatirinə o balaların üzlərin güldür. İlahi ya Rabbəl aləmin. Gəlin gedək. O şəxsiyyət ki, o xanım ki, Peyğəmbər onu görəndə ayağa qalxardı. Ona atasının anası deyərək nida eləyərdi, müraciət eləyərdi. Xanım Fatimə-i Zəhra, bizim anamız. İlahi, özün bilirsən ibadətlərimizə, orucumuza, namazımıza bizim etibar o qədər yox. Çünki namazımızı o qədər hallan qıla bilmərik. Sənə layiq deyil, amma o xanımın adına and versin. Ya Rabbel aləmin, o xanımdan keçməzsən. Bi Fatimətən Bi Fatimətən Bi Fatimətən Bil Fatimə Bil Fatimətən Bi Fatimətən Bi Fatimə. Beləsin.
Gəlin gedək İmam Rıza Aleyhisselamın qapısına. Bacılarını biz Azərbaycanlılara əmanət eləyən ağanın qapısına gedəyin. Bi Ali ibn Musa, 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 Bi Ali ibn Musa aleyhisselam. İmam Rıza ağanın qapısına gəldik. İlahi, o ağa da qəribdə olub, ona qərib İmam Rıza deyənlər, xeyr iş dalaycan, ruzi dalaycan gedən əzizlər, qəribdə olanlar, Allah İmam Rıza ağanın pənahında saxla, onları yerin göyün bəlasından hifz elə. Amin inşallah. Bi Muhammed ibn Ali, 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 Bi Muhammed ibn Muhammed, Bi Ali 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 ibn Muhammed. Bu aziz, məsum imamlar ki adlarına təvəssül elədik, onlar da zülm ilə şəhid olan ağalardı, zəhərlənib şəhid olan ağa. İlahi səni andı verirəm öz izzəti cəlalı və bugün tibb alimləri bunu deyirlər, bir insan ki zəhərlənsə onun can verməyi çox çətin olur. İlahi bizləri can verən anda dilimizdə la ilahe illallah Muhammedun Resulullah, Allahümme salli ala Muhammed ve ali Muhammed, Aliyyen veliyullah. Bu kəlmələri, kəlmə-i şəhadəti, kəlmə-i təyyibəni dilimizdən əksik eləmə. Hə, indi elə bir dənə ağanın qapısına gedəcəksən. O bizim zamanımızın imamının atasıdır. İmam-ı Zaman ağanın atasının adına and verirsən. Axı, var bizim elimizdə belə bir and içməyə, gələrsən qapısına, bilərsən özündən istəsin, bəlkə sənə verməz, ya səndən xoşu gəlmir, ya elə münasibətin yoxdur, deyərsən filan kəs, sən Allah atovun ruhuna, yaşayırsa atovun canına and verirəm, mənə bu məsələdə köməkli elə. İmam-ı Zaman ağa, sənin atovun qapısına gedirik. Ağacan, bizləri nəzərindən salma. Ağacan, sənin ki nəzərin möhkəmdir bəzi şəxsiyyətlərə, bizləri nəzərindən ayırma inşallah.
Gəlin gedək İmam-ı Zaman aleyhisselamın atasının qapısına. İmam Həsən Əskəri aleyhisselam. Bil Həsən ibn Aliyin, bil Həsən ibn Aliyin, bil Həsən ibn Aliyin, bil Həsən ibn Aliyin, bil Həsən ibn Ali, bil Həsən ibn Aliyin, bil Həsən ibn Aliyin, bil Həsən ibn Aliyin, bil Həsən ibn Aliyin, bil Həsən ibn Ali. İlahi səni anda veririk İmam Həsən Əskəri aleyhisselamın hürmetine. İlahi o imami ki bəziləri ziyarətində olublar, bəziləri yox. İlahi olanlara dübarə, olmayanlar. Cafer ibn Muhammed, Cafer ibn Muhammed, Cafer ibn Muhammed, aleyhisselam. Gəlin gedək o imam qapısına ki, İmam Musa Kazım aleyhisselam ömrünün bir çox hissəsini əziyyətdə, zindanda keçirir. Ya Rabbel Alemin, bu günlərin hürmətinə xatir əziyyətdə olan qardaşlarımız, ailələrindən, balalarından ayrı olan qardaşlarımızın tezliklə işlərinə fərəz verir. Bi Musa ibn Cafer, 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 aleyhisselam. Gəlin gedək İmam Rıza'nın qapısına. Ay güzel imam, mehriban imam. İnşallah bu zikri hər kəs bitirdisə, son olaraq 100 dəfə Allahümməl ən qətelətə əmiril müminin. Ərəbi əgər demək kim çətinlik çəksə, Allahım İmam Əlinin qatillərinə lənət. Allahım İmam Əlinin qatillərinə lənət deyə bu cür deyə bilər.
İnşallah hər kəs bitirdisə, Peyğəmbər alı Peyğəmbərə salavat edir. Allahümmə salli ala Muhammed. İnşallah bu zikirləri bitirdikdən sonra Allahla öz aramızda olan, qəlbimizin dərinliyində olan hacətləri istəyək. Sonda bir bel duası edəcək, cəmaatla birlikdə dua edəcək. Amma bir neçə kəlmə Allahla öz arada olan hacətləri istə. Allahla öz dilində danış. Allahla bu gecə elə bir münacat elə ki, bütün hacətləri alıb bu qapıdan gedəsən. Əlboş, naumid əsla olma yenə. Allah'ım sallallahu aleyhi ve sellem. İnşallah bir dua var, kəlmə-kəlmə bahım onu oxuyaq. Allahümmə اجعل فيما تقضي وتقدر من الأمر المحتوم وفيما تفرق من الأمر الحكيم في ليلة القدر وفي القضاء الذي لا يرد ولا يبدل أن تكتبني من حجاج بيتك الحرام المبرور حجهم المشكور سعيهم المغفور ذنوبهم المكفر عنهم سيئاتهم واجعل فيما تقضي وتقدر أن تطيل عمري وتوسع علي في رزقي وتفعل بي علما نافعا وحفظا كاملا وشرفا وفخرا وزخرا وكرامة ومزيدا وأن تغفر لي ولأبي ولأمي ولمن حقهم علي أعوذ بجلال وجهك الكريم أن تغزي لي حوائجي
في شهر رمضان الذي أنزلت فيه القرآن اللهم اجعل لي رزقا حلالا طيبا بحق محمد وآل محمد صلوات كده يا صل على محمد وآله اللهم صل على محمد وآل محمد السلام عليك يا أمير المؤمنين يا حجة الله على خلقه يا سيدنا ومولانا إنا توجهنا واستشفعنا وتوسلنا بك إلى الله وقدمنا